Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bax, mən bugün sizə bir dənə 2 mərtəbə ev təqdim edəcəm. 3 sotun içərisində həyəti də çəkəcəm, göstərəcəm. Evin qarşısında olan eyvandır. Burada birinci yataq otağı, hansı ki daxilində sanitar qovşağı, qardırobu var. Bu ikinci yataq otağıdır. Evin ön hissəsinə baxır. Düşəcək, həyətə düşəcək, həyətini də görəcəksiniz. İkinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı, bir dənə də yataq otağı. İkinci mərtəbədə 3 yataq otağı, 2 sanitar qovşağı yerləşir. İndi isə düşürəm pilləkənlə birinci mərtəbəyə. 3 sot, 330 min, 5 otaq. Birinci mərtəbədə yataq otağı, ümumi sanitar qovşağı, bura qonaq otağı və birinci mərtəbə bitdi. Burada isə mətbəx otağıdır. Çıxıram indi qısa olaraq həyəti də göstərim sizə. 2 mərtəbəli bu ev. Bu da evin həyəti. Evin qarşısında veranda kiçik 4 metrənin 6 metrəyə olan hovuz, landşaft, bir də kiçik bir söhbətgah. Çox sağ olun. Bu da ki evin fasadıdır da, görürsünüz, 2 mərtəbə.